Mənim səsim qəbul verin, hal-hazırda. Yaxşı gəlirsə. Biraz ucadan danışanda daha yaxşı gəlir. Səs mikrofondan gəlir. Şo, gəlir, okey? Səs mikrofondan gəlmir. Ayda. Opsi zaldan gəlir, səs. Buna görə deyil o. O, sən durun da. Bunun neysə. Çıxmış deyil. Gəlir səs. Yaxşı gəlir. Mikrofon problemiydi, hamı mikrofon. Senin sesin mikrofon olursa mikrofon dəyişir. Kim yok bu ya? Səs gəlir, şolar. Bir dənə səbirli olduğundan danışır. Dayanacaq altında. Yox, yəni deyirəm. Səs indi necə gəlir? Mikrofonla qoşulmalıdır. Mikrofon qoşulmalıdır hazırda. Mən mikrofonla temata başla. Əla. Biz devam edirik programımıza dostlar. Türkiye'den sevilip seçilen yayıncımız İrmak Hanım da buradadır. Buyurun. Ben hamımızı sevirəm. Merhaba arkadaşlar, ben Irmak Aydos. Bütün arkadaşlarıma başarılar diliyorum. Uşaqlar biraz zəhmət olmasa aktiv olaq da. Çox xahiş edirəm sizdən. Artıq dərəcədə. Səmraya baxın, maşallah, maşallah. Adam enerji alır, Səmrada. Və Azərbaycandakı sevilib, seçilən yayıncılarımız da var. Xanım yayıncılarımız. Turanə xanım, xoş gəlib, səfa gətirib. Herkesi salamlayıram, bizi izleyen bütün izleyicilerimizi salamlayıram. İster öz ülkemiz, ister kardeş ülkede, ister Rusya'dan bizi izleyenleri salamlayıram. Ve en esas mesele şu an ekranı tıklayın, yayınımızı paylaşın. Geçen orada adlarımızı kim kimi sevirse, hansı izleyici kimi sevirse adlarımızı yazıp geçen ürək qoyun qabağında öpürəm sizleri, sevirəm sizi. Bravo, 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 bravo. Ve aynı zamanda Səmrə xanım. Səmrə xanım, bura zəhmət olmasın. Merhaba Türkiye, hoş gördük Türkiye. Evim ol Türkiye. Bravo, bravo. Ve Turanə xanım da var. Aydaş. Yani böyle de başlamalıydı. Herkesi salamlayıram, bütün Azərbaycan xalqını, Türkiyəni, herkesi salamlayıram. Sizdən dəstək gözləyəcəyik, Turanənin sözü olmasın, ekranı tıklayaq. İnşallah uğurlu olacaq. Bravo, bravo. İmam Paşa. Добро пожаловать, брат. Ассаламу алейкум, Турция. Приветствую вас из России и Дагестана. Всеми рад познакомиться и всем желаю удачи. Bravo. Tural Everest. Selamünaleyküm. Güzel izleyiciler, çok şadam ki bugün buradayım. 30 yaşında birinci defa belə möhtəşəm şovda iştirak edeceğim. En güzel işler qabaqdadır. Çok sağ olun dəstəyinizə görə. Sevirəm sizləri. Tural Everest her zaman sizləndir. Sağ olun dəstəyinizə görə. Всем салам алейкум, всем здрасте. Меня зовут Газан, Адам Газанфарди. Давайте по-русски скажу, потому что аудитория у меня русская в основном. Всем желаю удачи, успехов. Надеюсь, что выиграет Гаджиев. Спасибо. Herkese salam, axşamınız xeyir olsun. Mən Aysel Şükürova. İzləyən herkesi salamlayıram. Ailəm də izləyir, ailəm də salamlayıram. Herkesi salamlayıram. Öpürəm. İnşallah uğurlu olar, layiq olan qazansın. Bütün Azərbaycan xalqına salamlar söyləyirəm. Mənim adım Fuaddır. Benim izləyicilərim də Türkiyədən var. Türkiyə xalqına salamlar söyləyirəm. Həm də
хочу сказать всем салам алейкум, моим братьям и сестрам, кто смотрит меня из России, из Казахстана. И хочу пожелать всем своим соперникам удачи, чтобы победить сильнейший. Esselamu Aleyküm ve Rahmetullahi Berekatü. Öncelikle tüm Türk yurtlarına selam olsun. Bugün burada bulunabilmek gerçekten güzel, gurur verici. Buradaki arkadaşların hepsi değerli insanlar. Çok büyük kitlelere sahip olan insanlar. Umarım hak edenin kazandığı, güzel, sizlerin eğlendiği, keyif aldığı eğlenceli bir yarışma olur. Herkese selamlar, sevgiler. Herkese selamlar arkadaşlar. İsmim Orhan. Namı diye Beyaz Gölge. Tanıyanlarınız belki vardır. Takip eden tüm dostlardan desteklerini bekliyorum. Yayını paylaşmayı ve beğenmeyi unutmayın. Sizleri seviyorum. Allah'a emanet. Herkese selamlar. Ben Yakari 7. Buraya gelen, ülkemize gelen Azerbaycanlı kardeşlerimize, Rus kardeşlerimize, Kazakistanlı kardeşlerimize herkese selamlarımı iletirim ve inşallah herkes hak edenin kazandığı bir yarış olur. Bu kadar. Salamünaleyküm. Herkese salamlayıram. Bütün iştirakçıları ve bizi izleyen herkese akşamınız xeyirli olsun deyirəm. Əziz izləyicilər, bu səhifə bildiyiniz kimi yeni bir səhifədir və ona görə bunu maksimum paylaşım etməyə və ekranı tıklamaq lazımdır. Burada da bizdə Türkiyədən olanlar var, Rusiyadan, Qazaxıstandan və Azərbaycandan olanlar var. Hər birinə uğurlar arzulayıram. İnşallah yaxşı olar, ürəyinizi sıxmayın. Birinci gündür, problemlər olur, nə olur, amma yaxşı olar. Bir daha hər kəs salamlayıram, uğurlar inşallah. Всем салам алейкум, я Фахо, я приехал поболеть за своих братьев, за Турела, за Газана сегодня. Я хочу, чтобы они выиграли это шоу. Bravo, bravo. Ben təklif edirəm ki, Tural'ın bir gözəl təqdimatında bir musiqi dinləyək. Bizi de təqdim eləyərdilər, bax. Yok. Yahdan çıxdıqca da görə bir ala. Bizi de Anadolu'da. Biz diyor ki okuyuyor canlı. Salamlayıram herkese, çok sağ olun, var olun. Hamının yolu açık olsun, ürəyi təmiz olsun. Kimin kısmeti de olacak Allah'ın köməkliğiyle. Müsmayacağım zabiret. Ve kimi buna çürüklüysek, medeneyim nefsiksek, ve kimi buna çürüklüysek. Sağ olun, var olun. Manus olmak istiyordum. Prosta blogger oldum. Şimdi ama bazen manus. Bravo, bravo. Qazan, sən nəsə demək istəyirsən? Sən bugün nədən utanırsan, nə? Fəqət sənə artıq pul veriblər ki, Sako şeylə demə. Sako, nəsə yap, rüşvət Sako, danış. Və bir daha əziz Azərbaycan xalqım və Türk qardaş dövləti və digər dövlətlərdən bizi izləyənlər var. Hər kəsi salamlayıram. İnşallah ədalətli, yox, xeyr. Ədalətli oyun gedər. Və belə deyək də, Türkdən bir söz var. Hak edən kazansın. Bizim dildə də necə deyərlər. Layiqincə bir oyuncusu qalib gələr inşallah. Bravo Sako. Bravo. Əl çalın zəhmət olmasa. Uşaqlar, səs getdi deyəsən. Səs var. Tanıtım var, sərbəst söz var. Kim istəyir öz sözünü deyə bilər. Danış. Sesim geldi ha. İlk önce şimdi ben Türk dilinde konuşacağım. Türk arkadaşlarımız var. Ben burada sesim rahat geliyor, eşitliği her şey. Ben burada birçok kişiyi kendime rakip görüyorum da ama ilk önce Hünkar'ı rakip görüyorum. O yüzden gece olmadan Hünkar'a bir teklifim var. Herkesin içinde. Hünkar, şimdi şöyle yapsan, öp biat et, öp biat et, öp biat et, seni çıkarmayayım bak. Herkesin içinde de söylüyorum. Hünkar, istersen sen de şeyler bunu unutma söyle. kardeş. Cidden söylüyorum. Ben biraz açık söz diyeyim. Kabaksızdan değilim. Şimdi Arkadaş sevmez, hoşlanmadım. Ses geliyor mu? Evet geliyor. Şimdi Sefere ben nezaketen
hani rakip gördüğümü söylüyordum. Amacım hani kendi motive olsun çocuk, kendini yüksekte görüyor ya. Hani biraz daha motive olsun, mutlu olsun, yarışmada kalsın, heyecanını diri tutsun diye. Ama buranın imparatoru da Uç Bey de benim, burada nizam da benim, töre de benim. Bize uzatılan eli alırız ve yerinde tutarız. Biz hep birlikte varız. Buradaki Türkiye ekibi olarak hepimiz Türk'üz elhamdülillah. Bu ayrı bir konu ama Türkiye ekibi olarak içinden geçeceğiz. Seferde buradan valiziyle giderken onu da ilk uğurlayan ben olacağım. Dostlar, deməli oyunun qaydaları haqqında biraz məlumat vermək istəyirəm. Oyunun qaydaları belədir. Deməli kim təhqir eləyirsə, söyürsə yayında mənfi 50 xalla oyuna başlayır. Minus 50 ilə 50 minlə 50K ilə yəni oyuna başlayır və ikinci dəfə xəbərdarlıq olunmadan oyundan uzaqlaşdırılır. Bu hər kəsə aiddir. Kim olursa olsun fərq eləmir. Və sən nə istəyirsən buyur. Bəli, rast ki indidən təhqir 50 qaynantısa Reysə biz onun sözünü təhqir hesab eləyərək hünkârın içindən keçərək sözü təhqir kimi qələmə verirəm mən şəxsən. Minus 50'ye sağ Təhqirdir qardaş, sənin içindən keçərək sən təhqir hesab edəməz amma ben hesab ediyorum. Sıkıntı yok. Tamam, eskiyle başla. Eksi 25 ile başlayabilirim, denk olsun yani. Sadece öz fikrini bildirdi Sako Bey. Fikrini bildirdi. Bu kadar. Siz nəsə demək istəyirsiniz? Kimi rakip görüyorsunuz kendinize? Ama sen söyle. Kimseyi rakip görmüyorum kendime. Vaaay. Ben Semra'ya kaymak istiyorum. Turana xanım, siz kimi rakip görürsünüz bizə? Mən əgər bugün yarışmadayamsa, hamı mənim rəqibimdir. Hər kəs mənim rəqibimdir burada. Hər kəsə meydan oxuyursunuz. Meydan oxumuram. Sadəcə yəni bilmirəm də, sabah Irmaqla da duelə çıxa bilərəm, bilmirəm Aydaşla da çıxaram, bəlkə başqasıyla da. O an mənim rəqibim olursa, yəni hamı mənim burada rəqibimdir də. Anladım. Hər kəs. Anladım. Təşəkkür edirəm. Səmra, sən qorxa-qorxa baxırsan. Nədənsə Da yarışmaya gələn gündən mənə çox qaymaq stresslisən. istəyirlər, yəni nə başa düşüm. Belə deyə bilərəm. Nə etmək istəyirsən? Gecə danışarıq. Belə demək istəyirəm. Burada rəqib kimsəyə görmürəm, çünki mənim sənətim modellik. Ona görə hər kəsə hörmətim var və bilirəm ki, əgər bu yolda kimə nə yazılıbsa onu yaşayacaq. Ona görə rəqib kimsəyə görmürəm, kimsəylə də ünsiyyətimi pozmaq istəmirəm. Dünya malıdır, o da mənim malımdır. Çox mirli yəni xanımsınız. ev mənim evimdir. Bəli, Xeyirli olsun. Aydaş xanım, siz kimi rəqib görürsünüz özünüzə? Kim? Deməm bu neçə gündə hamı ilə yoldaş olmuşam, səmimidir münasibətim. Rəqib hələ ki heç kimi görmürəm. Bəlkə dueldə olarkən rəqib görəcəm, amma da hal-hazırda sakitçilikdir. Hələ heç kimi rəqib Hələ görmürsünüz. hamı gözəl üzlə, xoş üzlə, orada oturma, burada otur, onu yemə, bunu ye. Orada bilmirəm dueldə necə olacaq. Hə, buyur. Olmaz mı bir sözüm? Buyur. Ben biraz demeli bir şey demek istedim. Arkadaşlar hemen paddeşke eləyəcəm. Belə dediyim hədə hamını rəqib görürəm. İmam Paşa, İmam Paşа. Кого ты видишь свой соперник? Себя. Себя? Да. Я никого не вижу здесь соперников. Вообще. О, Знаешь, Problem göz nəfsində, göz. если люди нервничать начинают, значит они уже знают, что они слабые. Ясно. Казан, а ты, брат? Ну, я никого соперником здесь тоже не вижу. И достойных игроков есть здесь много. Встать надо? Да. Салам алейкум. Вот, ну я считаю, что по-любому Гаджиев выиграет. Он очень сильный соперник. И поэтому я с ним буду, против него буду играть. Гаджиев выиграет. Вот он. Фуат. Кто такой, брат? Передаю кому? Тебе? Туралу, да. Да, Туралу. Эвересту.
Kimi görürsünüz? Düzü mənim 30 yaşım var. Mən hər zaman səhnədə olmuşam. Birinci dəfə yenə sözümü təkrar edeyim. Belə şouda iştirak edirəm. Mənim bir missiyam var. Mən həqiqdən yəni Allahın köməkliyi ilə bura gəldim, amma yolda çox bəzi momentlər oldu. Mənim bacım balinsə düşdü. Allah kömək olsun. Allah şəfa versin. Allah şəfa. Səfərə də zəng eləmişdim, dedim ki, alınmır gəlmək, dedi, yox, lazımdır. Sonra mənim kiçik qardaşım Ruslan Dobre dedi ki, sən getməlisən qardaş. Nəyə görə? Bizim bir missiyamız var. Oyunu yaxşı aparsaq, dəstək olsaq böyük ürəkdən, onu ortada söyləyəcəm. Nəyə görə mən bura gəlmişəm, axırda da nə olacaqdır, böyük ürəkdən nə edəcəm. Amma başqa bir məqsədim var onda. Məqsədim, bir missiyam var. Onu Onu bilirsən, təmiz bilirsən. ürəkdən eləmək istəyirəm ki, siz də mənə inanasınız ki, mən nə edəcəm finalda. Amma açıq oynamırsan. Ortada açıqlama edəcəm. Böyük ürəkdən. Yəni mən bura gəlmişəm, bir missiyam var. Artıq yəni mənim üçün bir missiya, ona görə gəlmişəm. Həqiqdən yəni alınmırdı gəlmək, amma Allahın köməkliyi ilə yəni gəldim. Ona görə də bir missiyam var. Ortada açıqlama edəcəm. Sağ olun, var olun bütün ölkələrə. Türkiyə başın sağ olsun. Bütün hamıyı salamlayıram. Sağ olun, var olun Azərbaycan. Bravo, bravo. Ayşe xanım. Buyurun, buradadır. Aha. Kimi görürsünüz rəqibinizə? Hər kəsi. Hər kəsə meydan oxuyursunuz. Yox. Mənim dəstəkçim var. Səsim gəlir. Gəlir. Mənim dəstəkçim yoxdur. Yəni dəstəksiz gəlmişəm bura. Yəni mənim yaxın dostlarım var, izləyənlərim var. Yəni o məni Neçə nəfər? Sağ olsunlar, öpürəm. Onlar məni izləyənlərdir və mənim dostlarımdır, yaxınlarımdır. Yəni dəstəkçi baxımından deyilirsə, yəni mənim o dəstəkçim yoxdur. Sadəcə yəni Allaha təvəkkül deyək, inşallah layiq olan aparsın. İnşallah. Bravo. Kimi görürəm mən burada? Bəli, kimi görürsünüz? Mən bura bir dostumla gəlmişdim, Qazan idi adı. Qazan. Bu indi dedi ki, mən güclüyəm, məndən indi səpirlik görüb. Mən burada səpirlik görmürəm, hamımız biz dostuq, bizim Türk kardeşlerim, bizim Azərbaycan kardeşlerim, bizim Dağıstanlı kardeşlerim. Yəni biz hamımız burada... İnanın dostlar, üzr istəyirəm sözünü kəsirəm. İnanın dostlar, sadəcə indi deyirlər bunu. Birazdan, 1-2 gündən sonra burada bambaşqa bir aura olacaq. Yəni sizə inandırım bunu. Hər kəs deyir qardaşıq, kardeşik, dostuq, amma elə deyil. Faktiki olaraq hər kəsin şuuru altında başqa şeylər yatır. Mən elə fikirlər. Açıq oynamırsın. Bəli. Buyur. И всем хочу сказать спасибо, кто пишет Гаджи в чате. Я вас всех вижу, спасибо большое. Очень приятно это читать. Надеюсь, мы покажем им свою силу. Bravo Gaciyev. Hünkar, kimi rakip görüyorsun kendine? Ama doğruyu söyle. Yani, ben bu adamı rakip görüyorum kendime. Öyle söyleyeceksin. Şimdi şöyle, Net illa olarak. rakip görmem gerekiyor mu birini? Bence evet. Yani işin özüne baktığında bir rakip göremiyorum. Ama mecbur birini söylememiz gerekiyorsa o da çok konuşuyor diye Seferi diyeceğim yani. Hani gücünden dolayı değil yani. Fazla konuşuyor ya. O yüzden. Şimdi normalde Türkiye'nin biliyorsunuz 12.3 milyonla bir saatte en yüksek jetonunu almış. Rekor kuran bir yayıncıyım. Sefer bunu 3 ayda alıyor. Şimdi ben bunu nasıl kendime rakip göreyim? O Benim bir bir kere saatte oluyor. aldım. Yo, normalde de böyle. Her zaman böyle. Tabii. Yani Bravo. Türkiye'nin en yüksek jeton puanı toplamış yayıncısıyım. Onu biliyorum ben. Bayünkar ailesi olarak böyleyiz tabii, yani bu şahsımla ilgili değil. Kim varsa beni seven, bana destek olan, hep birlikte biz buradayız. Yani mecbur görmem gerekiyorsa, illa birini seçmem lazımsa Seferi diyorum yani. Aynen. Ama size de onu söyleyeyim arkadaşlar. Zaten buradaki bütün yayıncılar, herkes çok güçlü. Çok güçlü. Kendilerine göre de güçlü. Çok yani güçlü destekçileri de var. Bilginiz olsun. Orhan, Aynen. Orhan'a söz verelim. Buyur. Orhan, kimi görüyorsun? Kendine tekrardan selamlar herkese. Buradaki arkadaşların birçoğunun ciddi anlamda destekçilerinin olduğunu biliyorum, sevenlerinin olduğunu biliyorum. Dostum ve kardeşim Yakari ve Hünkar benim gözümde en fazla jetonu alacak, en zorlu rakipler. Hem çok yakın arkadaşlarım hem de en zorlu rakiplerim olarak görüyorum. Teşekkür ederim, destekleri bekliyorum. Bravo. Dostlar, mən burada çoxlu qruplaşmalar görürəm, konkret olaraq. Yəni dostlarım deyir, nə bilim, hər kəs... Şimdi herkesin bir grup Yani- geliyor mu Bəli, sesim? bəli, evet gəlir, bəli. Buyur. Durdu gibi sanki.
Tabii herkesin bir grubu var. Şimdi burada bakıldığı zaman sonuç olarak herkes birbirine rakip. Yani Azerbaycan grubu, Türkiye grubu, Rusya grubu, Kazakistan Ama çok grubu. böyle- Ben de şurada baktığım zaman kendime rakip olarak İmam'ı görüyorum. İmam. İmam I Paşa. will kill you. İmam Paşa. Bravo. Nicat Əlizadə. Kimi görürsünüz rəqib özünüzə? Valla burada iştirakçıların demək olar hamısını görürəm, amma Hünkarı hoca görmürəm. Yəni, o Hünkar... Hünkarı Bəş dur. səfərə həvalə elədin, yoxsa necə? Yo, elə də o, nə, 13 milyon götün alır. Aha. PK'da üstüne atarıq. Buyur qardaş. Я за всех болею, я хочу, чтобы выиграл сильнейший в этой игре. Bir dəqiqə dostlar, bir dəqiqə. Buyurun. Я болею за всех, особенно за своих друзей, но я хочу, чтобы выиграл сильнейший в этой игре. İnşallah. Bravo, bravo. Sako sən danışdın da, ha? Sən qardaş elə gəlirsən ki, və Sakoya da sual verək. Səfər bəy. Siz dediniz də. Sənə pul veriblər 100%. Buyur. Düşmənçiliyim var məndə. Hal-hazırda bir dənə demək istəyirəm ki, öz Azərbaycan yayıncılarından başqa qalan hamını özümə rəqib görürəm. Bir söz də demək istəyirəm ki, yayın başlamamışdan öncə, yəni Hünkargildə, yəni özləri qruplaşıblar orada. Bəri başdan da demişlər ki, biz özümüz finala qalmaq istəyirik, sizi də bir-bir çıxartmaq istəyirik. Ya buradan da ona səsləmək istəyirəm ki, biz yəni rahat da loğum deyilik də, elə sırazı gələrsən bir-bir bizi çıxardarsan, biz də gedək, başla eyvallah getdik. Yox, elə şey yoxdur. Yəni can almamış da can verməliyik. O yüzden elə Hünkarın özü pis vəziyyətdə qalacaq. Bunu deyin biləsiniz. Bravo, bravo. Uşaqlar, zəhmət olmasa səhifə yenidir, takip eləyin. Çoxlu bəyənin, çox xahiş edirəm sizdən. Buyur, sual vermək istəyir. Buyur. Çox xahiş edirəm. Bir dənə mövzuyu mən anlamaq istəyirəm. İşləmir. Buyur, bununla danış. Bugün atılan hədiyyələr hesab olunacaq, yoxsa yox? Yox. Yəni çox xahiş edirəm hər kəsdən Azərbaycan Qarabağ zonasından əsasən mənim orada balaca tacım var. Hər kəsə uyğun çox ucuz hədiyyə seçmişəm. 99 xallıq hədiyyədir. Hər kəs ata bilər. Əminəm ki, hər kəsin büdcəsində var. Lütfən məni dəstəkləyin. Evim olsun, evim də siz olun. Dostlar, oyunun qaydalarını başa salım sizə. Deməli, günorta saat 3-dən, Türkiyə saatı ilə 3-dən 5-ə qədər səsvermə olacaq. O səsvermə nəticəsində bir nəfər toxunulmaz olacaq. Və həmin şəxs, toxunulmaz olan şəxs, özü ilə birini qorumaya ala biləcək. Və geridə qalanlar axırda buyur. Nə oldu? Səsim gəlmir? Səsini alın da bir dənə telefon zəhmət olmasın. Və geridə qalan iştirakçılarımız duelə çıxır. Necə? Bir nəfəri seçirlər onlarda və axşam səsvermə nəticəsində 2 nəfər duelə çıxır və bəlli olur ki, kim kimlə iştirak edəcək, kim kimlə duelə çıxacaq, dostlar. Siz istəyirsiniz bir-bir mən Türkçəsini. İmam Paşa. Podajdici, bir dəqiqə. Mən burada, uşaqlar, deməli, qlobal yarış olduğuna görə mən həm Azərbaycan dilində, həm Rus dilində, həm də Türk dilində friqod eləmək məcburiyyətindəyəm, tərcümə eləmək məcburiyyətindəyəm. Amma zəhmət olmasa uşaqlar, siz də köməkli göstərin bununla bağlı. Və üzr istəyirəm, mən bir şey də xatırlatmaq istəyirəm ki, əziz izləyicilər, ekranları bir dənə bəyənək, yayını paylaşaq. Çünki biz Türk kəşfətindəyik və bizim, yəni Azərbaycan izləyiciləri çoxsu məlumatı olmaya bilər. Ona görə də çox xahiş edirəm. Gəlin ekran qayıtlarını alaq və birlikdə yayını paylaşaq, ekranları bəyənək ki, sizin bax, adicə bu kiçik ekran bəyənməniz, ekran qayıtlarınız bizə çox mühüm dəstək ola bilər. Çünki Türk kəşfətindəyik. Hal-hazırda da Türk belə deyək, yargıçları, dəstəkçiləri görür.
Azərbaycanlılar ən azından baxıram hal-hazırda səhifəyə dəstəkçilər azdır. Ona görə də çox xahiş edirəm ekran kayıtlarına alın, məlumatları olsun. Bu qədər. Mən də bir şey demək istəyirəm. Sakonun sözünə qatılaraq. Səhifə yenidir və erişim söhbəti var. Hal-hazırda yarım Türkiyə kəşfiyyətindədir. Türk erişimin götürür. Ona görə bir dənə burada olan, hal-hazırda canlıda olan hər bir kəsdən xahiş edirəm ki, səhifəni izləsin, maksimum dərəcədə hamı izləsin. Kim takipdə yoxsa həmin səhifəni izləsin. Ekran qaydları eləyənlərdən də xüsusi olaraq xahiş edirəm ki, ekran qaydlarını eləyəndə zəhmət olmasa səhifəni tağ eləsinlər, paylaşsınlar. Bu səhifə hal-hazırda ilk gündür ki, ilk dəfədir ki, yayım edir. Anlayışı olanlar zaten bilir ki, erişim tutmaq nə qədər çətin bir şeydir. Amma hal-hazırda 1600 adam var. Bu sıfır səhifə üçün Türk kəşfiyyətində olan bir səhifə üçün çox qəşəng bir nəticədir. Ona görə bir daha hamımızdan xahiş edirəm ki, zəhmət olmasa hamı izləsin, kayıtları eləsin. Təşəkkür edirəm hamımıza. Bravo. Arkadaşlar şimdi Türkçesini anlatayım ben. Öğlen saat 3'ten 5'e kadar Türk saatiyle ses verimi olacak. Bir kişi dokunulmaz olarak kalacak. Ve o bir kişi kendine ne şey yapıyor? Bir kişiyi korumaya alacak arkadaşlar. Bir kişiyi. Ve sona kim kalacaksa arkadaşlar, sona kim kalacaksa bütün kişiler, bütün iştirakçılar bir kişi daha seçecekler. Onları yani gece akşam saat bir nəfərə, o adamla da sona qalan insan PK-ya çıxır, yəni belə deyək, duelə çıxır. Bəli, bəli. Hə, tamam, qəşəng. Dostlar, mən bir istəyirəm ki, hər kəsin burada özünə görə hədiyyəsi var. Onlar istəyirəm ki, desinlər ki, kimin nə hədiyyəsidir, nədir, nə deyil. Aha, buyurun. Buyur. Mən yəni bir gün gördüm ki, mənim hədiyyəm 300 baldır. Amma ayrı iştirak edən adamların da участников yəni az baldır. Nəyə görə elə olur? Məndə də 300 baldır. Yəni niyə məni çox adamlar izləyir də hər ölkədən. Var olun, sağ olun. Kiminsə imkanı var o hədiyyə. Mənim hədiyyəm niyə o qədər baha olmalıdır? Nəyə görə? Səndən məni bahalı biliblər. Yox, bahalıdır da yəni. Bahalı olanam, sağ ol, var olasan. Onu başa düşdüm. Yəni mən bir gün gördüm ki, mənim hədiyyəm çox bahadır yəni. Tural, mən nə qayır? Məndə 400 var. Səndə 400'dür yəni, onu gördüm səndə, hə. Yəni o nəyə? Yox, o düz deyil da. Yəni o düz deyil axı. Yox, onu Yox, mən də dəyişmək istəyirdim, Tural. Onu TikTok, o hədiyyəni bizə TikTok vermir ki, onu yəni prodüserlər seçirlər. Düz deyilmi? Mən seçməmişəm o hədiyyəni. Yəni məni izləyicilər çoxdur, salamlayıram hər kəsə. Tural, sən hədiyyə mən gətirə bilərəm. Я приветствую вас всех, я безмерно рад. Niyə seçməyib? Deyirlər ki, seçiblər hədiyyə. Siz seçibsiniz hədiyyə. Seçiblər hədiyyə. Mən seçməmişəm. Rебята, я обращаюсь... Tural, səsim gəlir qardaş. Gəlir. Deməli, burada belədir ki, bu hədiyyələri yəni TikTok'ta bütün hamısı eyni hədiyyə ola bilməz. 300'lük ola bilər, 400'lük ola bilər, 200'lük ola bilər, 100'lük ola bilər. Onlar bir söz deyim. Bu kardeşin çox böyük dəstəsi var, düzdürmü? Böyük yəni da mən bu oyunda birinci dəfə belə şoudayım. Yəni mən ömrü boyu səhnədə olmuşam, musikada olmuşam. Mən bura gəlmişəm böyük ürəkdən, təmiz ürəkdən gəlmişəm. Öz bir missiyam var Allahın köməkliyi ilə. Yəni o alınsa, dəstək olsalar mənə dostlar mənə inansa harda məni izləyirlər. Nəyə görə 2 milyonu olan, dafustum, yaxşı izləyici olan 1 milyonluq hədiyyə yollayırlar, ona bir gül yollamakla 100 baldır, məndə 300 baldır. Nəyə görə öyle olur? Mən 300 bal necə yollasınlar orada? Mən uşaqlar baxır, balalar baxır, qardaşlar ki, kimisə imkanı yoxdur o 300 bala. Sizə 2 milyona kimi bal yollayırlar. Bax, sizə bir dənə söz deyim.
Neyləsin bir gülü qoysunlar sənə. 300 xal 300'dür. 100 xal bizə atırlarsa 100'dür. Hara fırlasan belə 300 xal sənə Sako, gələrsə 2 Sako. addım bizdən qabaqdasan. Bir məsələ var. O 300 balı hər adamın imkanı yoxdur almağa. Başa düşürsən? 100 balı almağa imkan var. 300 balı bəlkə kimisə imkanı yoxdur almağa, mavi yollamağa. Tural, burada təkcə sən deyirsən axı 300 Yox. olan. Bax Yakari Başa düşürəm. 300 mü? Başa düşürəm. 400. Səndə Nicat 300. Yox, o düzgün deyil axı. Kimdə? 300. Birinci lazım idi onda. Yox, hədiyyə yoxdur. TikTok bunu bizə verib. Yəni biz bunu necə deyib TikTokla zəngin. Bugün kardeşlə biz izlədik. Hədiyyə var mı? Mümkünsüz bir şey. Hədiyyə var idi ki orada hədiyyə. Siz məni düzgün başa düşün, gözəl insanlar, gözəl qardaşlar. Yəni mən düzgünlüyü deyirəm. 300 bal atmağa hər adamın imkanı yoxdur. 300 баллов кидать не у всех возможностей. У всех половина здесь 100 баллов, у меня 300, у него 300. Можно я объясню? Uşaqlar, mən də açığı, məndə o kaktus hədiyyəsidir. Mən onu sadəcə bəyənmirdim deyənə, deyirdim dəyişək. Prosta nə oldu? Təşkilatçılar yəni izah elədi ki, biz istədiyimiz hədiyyəni seçə bilərik. Hə, okey. Amma bu hədiyyə ümumi qlobalda olmalıdır. Nəyə görə? Hansı proqramdan istifadə olunur xalların sayılması üçün? O, məsələn, mən orada korona var idi, 199 xal idi. Onu seçmək istirdim, məsələn ki, o qalmışdı, onu seçmək istirdim. Nə dedilər ki, onu seçə bilmərsən, niyə bu Rus kəşfiyyətində var, Azərbaycanda yoxdur? Elə bir onun proqram hesablaya bilmir. Yoxsa sən hədiyyəni yaxşı seçmək istədin. Sağ söylədilər mi seçə bilərsən? Yox, dəyişə bilərsən. Mən heç kim söyləmir seçə bilərsən. Mən gördüm ki 300 baldayam. Yox, mən özüm dedim, açıq mən demədim. Mən birinci dəfə bu oyundayım. Birinci dəfə belə şoudayım. Yəni təmiz ürəklə oynayaq da, yəni düzgün olaq. Allahım ki, mən bura düzgünlüyə gəlmişəm. Yəni məsələn mən seçmək istəyirəm. Yəni dildə danışmaq, ürəkdə təmiz olaq, düz olaq. Yəni düz deyil. Möhkəm oyunçular var burada. Milyona kimi hədiyyə atırlar. Onlara lazım idi atmaq. Biz də təzə başlayanıq da Allahın köməyi ilə biz də izləyənlərdə kimisə imkanı yoxdur 300 bal yollamaq. Tural, dostum, mən məsələn səndə olan hədiyyəni seçmək istirdim açığı. Boksu. Dedilər sən... Mən özüm seçsəydim, and olsun Allaha küsməz idim yəni. Özüm seçsəydim, mən küsməz idim. Dostlar, Tural, burada belə bir nə olub? Texniki bir səhv var. Ребят, всех приветствую, всем спасибо за понимание. Я надеюсь, что вы меня правильно понимаете. Uşaqlar bir yayını bağlayıb təzdən açın.